hər gün səhər biz yuxudan duranda 2 dənə mələk gəlir bizim çiynimizə, belə deyək də, bizim yanımıza. Axşama qədər, yatana qədər günahlarımızı yazır. Ondan sonra çıxır, gedir, təzədən sabah ikisi gəlir. Mən Ayətullah Məhamidən soruşdum, bu 2 dənə mələk necə olur qiyamətdə? Biz öldükcə qiyamətdə yox. Onu da bilməz, yaxşıdır. Bu ki, öldüm mən, bu 2 mələk hara gedir? Dedi, hansı 2 mələk? Deyirəm, o ki, mən 15 yaşım tamam olanda göndərmişdi Allah mənim günahlarım. Dedi, acı, gündə 2-sini göndərir Allah. Dedim, ağa, niyə? Bax, Allahın həsənət təcavüzlüyünün bir dəlli də budur. Deyir, Allah bəndəsinə o qədər mehribandır ki, istəmir bunun bugünkü günahına şahid olan mələk təzədən onun sabahki günahına da şahid olsun. Bu mələk gəldi, bir gün yazdı, pozdu, getdi. Bu mələkdən o adamı soruşdu, deyir, bir dəfə mən gördüm günah elədi, ondan sonra onun günahını görməmişəm.